Kökdən səngərli, qalalı dağlarda qayım qədim oturmuş, gücün, alınmazlığın yadigarı, əzəmətli qalalar. Belinə göy qurşağı dolamış, qırçınlı təpələr, boyalı qayalar. Daşından, suyundan hər gözəlliyi bənzərən bir diyar. Mayası odla, günəşlə yoğrulmuş Azərbaycanın bir parçası, adı bəlli Naxçıvan torpağı. 850 il əvvəl burada bir uşaq dünyaya göz açdı, böyüdü, bu elə, bu torpağa, bu gözəlliklərə söykəndi, ilham aldı. Dünya memarlıq tarixinə əvəzsiz incilər bəxş elədi. Əcəmi Naxçıvani, qərbdə memarlığın hələ anonim şəkildə yaradıldığı çağda özünün dünya şöhrətli şah əsərlərini, məşhur Eldəgizlər Sarayını, şərqin ən əzəmətli tikillərindən sayılan Cümə məscidini, Qoşa minarəli başdağı, Yusif Hüseyroğlu və Möminə xatun türbələrini ucaldaraq, Naxçıvan Memarlıq Məktəbinin binasını qoydu. Bugün Respublikamızın böyük sənaye mərkəzlərindən biri olan Naxçıvan şəhərinin tarixi çox qədimlərə uzanır. Naxçıvan 10-cu, 11-ci yüzilliklərdə Azərbaycanın ən görkəmli şəhərlərindən olur. Əcaib ül Dünya adlı qədim əlyazmadan bəlli olur ki, şəhər hündürdə yerləşir. Araz nəhri onun içindən keçir. Orada 3-4 mərtəbəli saray tipli köşklər, dəbdəbəli eyvanlar, məscidlər, mədrəsələr olur. Şəhərin yaxınlığında daşdan tikilmiş möhtəşəm qala ucalır. Gəc və kərpicdən tikilmiş, rəngli kaşılarla bəzədilmiş binalar görənləri valeh edir. Yusif Hüseyroğlu türbəsi. Bu türbəyə el arasında Atababa günbəzi deyirlər. 1162-ci ildə tikilmiş bu abidə Əcəminin ilk əsəridir. Abidə yeraltı sərdabədən və yerüstü qülləli qurğudan ibarətdir. Türbənin başlığı piramidavari kərpiç günbəzli örtülür. Günbəz daxildən çatmataq şəklindədir. Yusif Hüseyroğlu türbəsi iki qat günbəz quruluşunun zamanəmizə qədər qalan ən gözəl örnəyidir. Türbənin 8 üzü müxtəlif şəkilli həndəsi ornamentlə bəzənir. Kiçik kərpiclərdən quraşdırılmış bu ornamentlər gəc məhlulu ilə dava şəklində bütövləşdirilir. Türbə həcmcə o qədər də böyük tikili deyil. Bəzəyi nisbətən sadədir. Lakin kompozisiya aydınlığı, hissələrin və ayrıntıların uyarlığı, lakonizm, obrazlılıq və inşaat işlərinin son dərəcə dəqiq aparılması cəhətdən öyünməli memarlıq abidəsidir. Eyrət ey büt, surətin gördükcə lal eylər məni. Surəti halım görən, surət xəyal eylər məni. Neçə yüzüllərdir Naxçıvanın mərkəzində bir alov dilimi ucalır. Bu, el anası, yurt namusu, Möminə xatın gözəlliyidir. Alov sütunu kimi
torpaqdan göyərir. Böyük Füzuli demiş, ona baxanları surət xəyal eyləyir. Əcəmi Əbu Bəkiroğlunun zəmanəmizə qədər qalmış ikinci şah əsəri Naxçıvanın mərkəzində gərdən çəkib dayanmış Möminə Xatun türbəsidir. Üzərindəki kitabədən bəlli olur ki, bu abidə 1186-cı ildə Atabəy Eldəgizin oğlu Məhəmməd Cahan Pəhlivanın arvadı Möminə Xatunun şərəfinə tikilib. Abidə yeraltı sərdabədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə 10 bucaqlıdır. Mərkəzi sütundan 10 bucaqlının hər küncünə doğru sağ atılır. Türbənin sərdabəsinin bu maraqlı memarlıq həlli sübut edir ki, belə sistemlər, yəni gotika memarlıq üslubunun kökləri ilk dəfə şərqdə yaranmışdır. Sərdabə memarlıq tarixində ilk mükəmməl, dolğun, zərif və mürəkkəb nümunədir. Yan üzləri çərçivələyən çıxıntılarda yazılmış kitabə bütün səhvləri bir-biri ilə bağlayır. Abidiyə bir bütövlük, monumentallıq verir. Kitabənin uzunluğu 500 metrə çatır. Yan üzlərdəki ornamentlər fərqli olsalar da, onlardakı üslub yaxınlığı, naxışların törəmə səciyyəsi abidənin ümumi vəhdəsini tamamlayır, simfonik poema təsiri bağışlayır. Həndəsə ornamentlər çox uzlu ulduz və bu ulduzdan qopan şüalardır. Burada 5, 6, 8 uzlu ulduzlar və 6-8 bucaqlı mürəkkəb quruluşlar işlənir. Möminə Xatun türbəsinin sənətkarlıq üslubunu monumental zəriflik formülü ilə müəyyənləşdirmək olar. Monumentallıq abidənin ümumi kompozisiyasında, zəriflik isə ayrıntıların son dərəcə incə işlənməsindədir. Onun həndəsi dəqiqliklə işlətdiyi ornamentlər, bədii təfəkkürlə, riyazi təfəkkürün sintezindən yaranmış daş poemalardır. Əcəmi Əbu Bəkiroğlunun bu nadir abidələri, onun yaradıcılıq xatirəsini əbədiləşdirmiş, nadir sənətkarlıq zəkasını, naxışların labirintində döyünən ürəyini, ornament düyümlərində dil açan arzularını zəmanəmizə yadigar saxlamışdır.